Qadınlar rəngləri kişilərdən daha yaxşı seçir. Bəli, bəzən bu cütlüklər arasında bir mübahisəyə gətirib çıxsa da, bioloji olaraq qadın doğrudan da rəngləri daha yaxşı seçmək iqtidarındadır. Hər şey genetika ilə bağlıdır. Gözümüzdə yerləşən xüsusi hüceyrələr rəng tanınmasından məhsul olur. Qırmızı yaşıl spektri qavramağa cavabdeh olan gen X xromosomunda yerləşir. Kişilərdə yalnız bir X xromosomu var, qadınlarda isə bu 2-dir. Bu onlara güclü rəng qavramaq bacarığı verir. Yer gəlmişkən kişilərin 8%, qadınların isə cəmi 0,5%-i rəng korluğu xəstəliyindən əziyyət çəkir. Təkamül də öz rolunu oynamışdır. Kişilər sürət və hərəkətə reaksiyanın vacib olduğu şikarları ovlayarkən qadınlar gilə meyvə, kök və meyvə yığırdılar. Rəng çalarlarındakı səhv bütün qəbiləyə baha başa gələ bilərdi. Misal üçün, qırmızının səhv çalarında yığılmış gilə meyvə bütün qəbilənin zəhərlənməsinə gətirərdi. Bu sözün əsl mənasında rəngləri mükəmməl şəkildə seçmək bacarığı istəyirdi. Düzü, bu mənə bir qədər doğru deyilmiş kimi gəlir. Beləliklə, uşaqlar, əgər həyat yoldaşınız bu köynəyin yalnız mavi deyil, Prussiya mavisinin zəif çaları olduğunu iddia edirsə, əslində onunla razılaşmaq lazımdır. Bioloji olaraq o rəngləri sizdən daha yaxşı görür.